Salam uşaqlar, səhifə 94-də baxırıq və burada tüm təriflərlə verilmiş sözlər yerlərini dəyişiblər. Biz onları yerlərinə qoyacağıq. You can only achieve your dream. Burada achieve when you start believing in yourself. Deyirsən ancaq özünə inanmağa başladıqdan sonra öz arzuna çata bilərsən. Finally he could proof məncə. O özünü nəhayət ki möhtəşəm film aktyoru kimi sübut eləyə bildi. His invention made a huge impact on scientific discoveries. Onun ixtirası elmi kəşflərə böyük təsir buraxdı. My grandfather suffered a lot to overcome challenges during World War II. Babam İkinci Dünya Müharibəsi dövründə çətinliklərin, problemlərin öhdəsindən gəlməkdən ötürü çox əziyyət çəkdi. You should set clear goals before beginning your journey. Öz səyahətini başlamadan öncə aydın məqsədlər qoymalısan özün üçün. Burada isə düzgün variantı seçəcək. His positive mindset let him realize all his dreams. Onun pozitiv düşüncə tərzi bütün xəyallarını gerçəkləşdirməyə icazə verir. Taking care of our planet is everybody's responsibility. Planetimizin qeydinə qalmaq hamının borcudur. Don't allow anyone to define you, distract you from your work. Heç kimə icazə vermək ki, səni işindən türklər demiş alıkoysun, fikrini yayındarsın. Her life story is another proof of hard work leading to success. Onun həyat hekayəsi uğura aparan, çox işləməyin uğura aparan yolunu göstərən bir sübutdur. She had been turned down 10 times before she was finally accepted. O nəhayət qəbul olunmadan öncə 10 dəfə imtina olunmuşdu, rədd cavabı almışdı. Bu söz önlərini 3-cü tapşırıqda yerlərə qoyuruq. The success of the project depends on your hard work. Proyektin, layihənin uğuru sənin çox işləməyindən asılıdır. The great actors had a great passion for making I have a great passion in great desire in I had a great desire to make for making. Burada for uyğun gedəcək. People love. Bu möhtəşəm aktrisanın insanları güldürmək üçün böyük bir istəyi var. Do not let anyone to distract you from achieving your goals. Burada from olacaq. Heç kimə icazə vermək ki, öz məqsədlərinə çatmaqdan ötürü sənin fikrini yayındırsın. It will take you at least 30 minutes to complete this task. Bu tapşırığı tamamlamaq sənin 30 dəqiqə vaxtını alacaq. I always try to keep in contact with the people who make a positive impact on me. Deyir, mən həmişə mənə müsbət təsiri olan insanlarla əlaqə saxlamağa çalışıram. Burada isə mütərizədəki sözləri düzgün formaya qoyacağıq. You are on the wrong path. Sən səhv yoldasan. This isn't the right definition. İsim olacaq. Çünki article var. Definition of success. Bu uğurun doğru bir tərifi deyil. I don't want to work with him. Mən onunla işləmək istəmirəm. He doesn't have any sense of responsibility. Yenə də isim olacaq. Bir dəqiqə, necə düzəldim? Sözü uzun yazmaq istəmirəm. Responsibility. Bu L hərfidir. Bu L hərf. Responsibility L hərfidir aşağılar. T kimi bığ qoydum.
Failure shouldn't stop you. Failure, uğursuzluq səni saxlamamalıdır. Keep working hard and you'll see the result. Deməli, çox işləməsən nəticəsini görəcəksən. Bəzən bu belə olmur. This sounds so challenging. İnəcə. Bu çox belə çətin səslənir. I need a good team to achieve this goal. Mənə yaxşı komanda lazımdır ki, bu məqsədə nail olum. Set goals first and focus on them if you want to succeed. Fe'l kimi olacaq, çünki məstər var. Deyir ki, birinci məqsəd qoy, sonra onlara fokuslan, əgər uğur qazanmaq istəyirsənsə. Və burada da AB variantından hansı düzdürsə, onu seçəcəyik. Birincidə A düzgündür uşaqlar, çünki birinci hərəkət keçmiş bitmişdə, digər hərəkət isə ondan sonra baş verib. Ronaldo deyir ki, 19 yaşı olmadan öncə deməli kupa qazanmışdı. Most of the Harry Potter career had been by the time they also arrived. Had been invented olmalıdır, çünki məchul növ. Deyir ki, müəllif artıq çatacağı yerə çatana kimi Harry Potter obrazlarının əksəriyyəti onun beynində yaradılmışdı. Və sonra what challenges had he overcome B variantı olacaq. Çünki uşaqlar fail üçüncü formada before his name was well known around the world. Deyir ki, onun adı dünyada tanınmadan öncə o hansı çətinliklərin öhdəsindən gəlmişdi. This was the most crucial decision that led her to success. A variantı. Bu onu uğura aparan ən önəmli qərar idi. Mətni oxuyun və aşağıları seçəcəyik. Bu 3 uğurlu insan haqqında mətindir. Oxuyub seçəcəyik. Albert Einstein didn't speak at all for the first 3 years of his life. Albert Einstein ömrünün ilk 3 ilində ümumiyyətcə danışmırmış. Even though many of his teachers thought that he was lazy because he was always burada C olacaq. He was always distracted. Burada A olacaq. By abstract concepts. Deməli, baxmayaraq ki, o ibtidai və orta məktəbdə yüksək qiymətlər alırdı. Yəni, yaxşı qiymətləri alırdı. Onun əksər müəllimləri düşünürdü ki, o tənbəldir. Çünki mücərrəd konseptlər, anlayışlarla o fikri tez yayılırmış. Although many people didn't believe him, he developed the theory of relativity. O deməli, baxmayaraq ki, əksər insanlar ona inanmırdı. O nisbilik nəzəriyyəsini inkişaf ettirdi. Jim Carrey and his family were living in a van, so he dropped out. He dropped out of school to support his family. C variantı. Deməli, Jim Carrey və onun ailəsi vaqonda qalırmış. Ona görə də o məktəbdən çıxır ki, öz ailəsinə kömək eləsin. Burada da C. Despite these challenges, Carrey continued to follow focus olmayacaq, çünki focus on olmalıydı. His dream of becoming a comedian. Çətinliklərə baxmayaraq, Carrey öz komedi olmaq arzusunu izlədi, yəni ona davam elədi. As we all know, he is a very successful actor. Hamımız bilirik ki, o indi uğurlu bir aktyordur. Thomas Edison had failed somewhere, B variantı, between 1,000 and 10,000 times before he invented the light bulb. Thomas Edison təxminən deyir, o işıq lampasını kəşf etməmişdən öncə 1000 dəfə, hətta bəzən bəlkə də 10.000 dəfə uduzubmuş. Yəni
alınmayıb da, uğursuz olunmuş, yəni o lampanı kəşf etmək. Can you imagine failing at something 10,000 times? Təsəvvür edə bilirsən bir şeyi 10.000 dəfə uğursuz eləmək. He never gave up. Instead, Edison tried and tried again until he achieved success. A variant. O heç vaxt təslim olmadı, əksinə o uğur qazanana kimi davamlı olaraq cəhd elədi. Bu qədər uşaqlar, bəyənin, paylaşın, abunə olun, sağ olun.